Salam əziz tələbələr. Bu gün sizlə Historia adlanan oyunun işlənməsi qaydasına baxırıq. Deməli, Historia bir dənə cədvəldir. Bu cədvəlin içərisində gördüyünüz rəqəmlər ya hamısı ağ, ya hamısı qara olmalıdır. Yəni hamısını ya ağ, ya qara eləməliyəm. Boş heç nə olmaz. Başlanma nöqtəsinə keçməmişdən əvvəl ümumi qaydalar genişdir. Mən ümumi qaydaları burada ayrı-ayrılıqda desəm qarşılıq yaradacaq. Mən qaydaları bunları işlədikcə deyəcəm. Əsas məsələ budur ki, yenə deyirəm, ağlar və qaralardan ibarət olmalıdır bütün cədvəl və ağların yolu kəsişməməlidir. Yəni ağların hamısından bir-birinə yol olmalıdır. Əsas məsələ ağların hamısından bir-birinə yol olsun, qaralar da yan-yana düşməz. Əsas məsələ budur. Qaralar yan-yana olmamalıdır, ağlardan da hamısından bir-birinə gedən yol olmalıdır. Deməli, burada başlanğıc üçün nə axtarırıq? Hardan başlayaq? Necə başlayaq desəz, ilk növbədə sətir sütun üzrə 2 dənə eyni rəqəmin arasında olan bir rəqəm axtarmalıyıq. Yəni 2 dənə eyni rəqəmin arasında. Baxıram, məsələn, birinci sətirdə 2 dənə eyni rəqəmin arasında hər hansısa bir rəqəm görmürəm. İkinci sətirdə bir-bir sətirləri yoxlayacağıq, sonra bir-bir sütunları yoxlayacağıq. Belə olanda heç bir gözümüzdən qaçmayacaq. İkinci sətrimizdə 2 dənə 4-ün arasında 6 var. Bu mütləq ağ olmalıdır. 2 dənə eyni rəqəmin arasındakı rəqəm mütləq ağ olmalıdır. Sonra baxıram 3-cü sətrimdə yoxdur. 4-cü sətrimdə burada 5-lərin arasında 2 var. Burada da 2-lərin arasında, üzr istəyirəm, 2-lərin arasında 5, burada da 2-lərin arasında 4 var. Bunlar ikisi də ağ olmalıdır. Sonra 4-cü sətirdə baxdıq. 5-ci sətirdə 2 dənə 1-in arasında 4 var. Bunu da qeyd elədik. Və sonuncu sətrimizdə də yoxdur. Sonra sütun üzrə yoxlayaq. Bir-bir, yəni bir işi bitirib sonra o birisi işə keçsək bizə çətin olmayacaq. Sütunlarda, bax, birinci sütunda 2 dənə 2-nin arasında 3 var. Bunu ağ eləyirik. İkinci sütunumuzda yoxdur. Üçüncü sütunumuzda 2 dənə 2-nin arasında 5 var. Buna ağ eləyirik. Sonra 4-cü sütunumuzda yoxdur. 5-ci sütunumuzda yoxdur. 6-cı sütunumuzda var. 2 dənə 6-nın arasında 1 var. Bunları belə elədik ağlar. Sonra növbəti qaydamız budur ki, ağlardan, yəni ağ rəqəmlərdən sətir sütun üzrə bir dənə olmalıdır. Sudoku-dakı kimi, əgər sudoku birisisə. Yəni tutalım ki, mən burada bu 6-nı ağ eləmişəmsə, bu 6-nı bu 6-nın sətir sütun üzrə başqa heç bir ağ rəngdə 6 olmamalıdır. Varsa onu qaralayırıq. Əgər 6 görsək qaralayırıq. İndi məsələn mən baxıram burada bir-biri yoxlayacağam. Məsələn 6-da yoxdur, sətirdə də sütunda da. 3 ilə toqquşan yoxdur, sətirdə də sütunda da. 5 ilə toqquşan yoxdur, sətirdə də sütunda da. 4 ilə də toqquşan yoxdur. Var, 4 ilə toqquşan var. Bax, buna görə bunu qara eləyirik. Sonra bu biri 5 ilə yoxdur. Sonra bu 4 ilə yoxdur. Sonra 1 ilə yoxdur. Vəsə. Bu 4-ü qara elədimmi? Bu 4-ün 4 tərəfi ağ olmalıdır. Bir dənə qara rəng gördünüz hardasa. Onun 4 tərəfi ağ olmalıdır. Bura da ağdır, bura da ağdır, bura da ağdır. 4 tərəf deyəndə yəni yuxarı aşağı sağ soldan söhbət gedir. Niyə ağ elədik? Çünki qaydamız nə idi? Əvvəldə demişdik. Qaralar yanaşı olmaz. Qaralar yanaşı olmaz deyə mütləq qara gördüksə 14 tərəfini ağ eləyirik. Çünki onun yanına heç bir halda biz qara bir şey, qara bir rəqəm yaza bilmərik. Bu yeni ağ elədiklərim ki var idi bu 4-ün. İndi bunları yoxlayacağım 4-ün böyründə. Və məsələn 2 ilə toqquşan yoxdur. 3 ilə toqquşan var. Bu qara olacaq. Sonra sütunda da yoxdur. 6 ilə toqquşan yoxdur. İndi bu qara elədiyim 3-ün 4 tərəfini ağ eləməliyəm. Yuxarısı, aşağısı, solu. İndi sağ tərəf yoxdur deyən cədvəl. Yəni ona baxmıram. Bu yeni ağ elədiklərimi yoxlayıram. Bunlarla toqquşan varmı? Bəli, var. 4 ilə toqquşan var. Qara olur. 2 ilə toqquşan belə də yoxdur. Bu qara elədiyim 4-ün 4 tərəfi ağ olmalıdır. Bunları ağ elədik. Bu 3 ilə və 2 ilə. İndi görək bunlarla toqquşan varmı? 3 ilə yoxdur. Bu 2 ilə isə var toqquşan. Bu qara olur. Bu qaranın 4 tərəfi ağ olmalıdır deyən 6-nı da ağ eləyirəm. 6 ilə toqquşan yoxdur. Baxdıq, yəni bura kimi hər şey
rahat gəldi. Buradan o tərəfə məcbur qalmadıqca heç vaxt ehtimal eləmək variantına getməyin. Məsələn, bir ehtimal yoxlayım, görüm alınırmı? Bu alınmasa başqasını yoxlayım. Heç vaxt onu eləməyin. Məcbur qalmadıqca. İndi biz məcbur deyilik hələ ki. Bu dediyim vəziyyətdə, dediyim yerə kimi işləyəndən sonra baxırıq ki, nə etməliyik? Məsələn, bax burada bu 4-ü görürsüz. Sağ yuxarı küncdəki 4. Bu 4-ün mən bövründəki 6-nı əgər qarı eləsəm 4-ün yolu kəsiləcək. Qayda budur ki, bu 4-dən ümumiyyətlə ağlardan bir-birinə yol getməlidir. Yollar aşağı, yuxarı, sağa, sola olmalıdır. Yəni şaquli və üfüqi şəkildə yol olmalıdır. Mən 4-ün yanındakı 6-nı qarı eləsəm 4-dən heç bir yerə nə şaquli şəkildə, nə üfüqi şəkildə yol getmir. Ona görə bu 6-nı mütləq ağ eləyəcəm. 6-nı yoxlayıram, 6 ilə toqquşan yoxdur. Başqa bunun kimi bir şey axtaracağam ki, görüm onu neyləyə bilərəm? Ağ mı eləyim, qara mı eləyim? Bunlara baxıram. Baxıram məsələn, indi yoxlamaq lazımdır, nəsə tapmaq lazımdır. Maksimum dərəcədə çalışın hər şeyi yoxlayasınız. Heç bir şey alınmasa hər nəsə ehtimal eləyə bilərik. İndi bir şey var. Bax, belə bir vəziyyətə gəldin, çatdın. Hər şeyi yoxlamışıq. Bura kimi dediyimiz hər şeyi yoxladıq. Bir də belə bir qaydamız var. Bu qaydamız budur ki, sətr sütun üzrə əgər bir rəqəmdən 3 dənədirsə və ikisi bör-börə, biri təhdirsə, baxın ikinci sütundakı 4-lər kimi 2 dənəsi bör-börə, bir dənəsi təhdir. Belə bir şey gördün, bunu sətr və ya sütun üzrə gördünsə, o tək qalan ki var ha, o tək qalanı mütləq qara eləməlisən. Niyə? Çünki mən bunu ağ eləsəm, məcburam bu 4-lərin ikisini də qara eləyim. Bunları da qara eləyə bilmərəm. Niyə? Çünki 2 dənə qara yanaşı olmaz. Ona görə bu tək qalan 4-ü qara eləyəcəm. Tək qalan 4-ü qara elədiyimə görə bunun 4 tərəfi olacaq ağ. İndi baxıram bunlarla toqquşan varmı? Bu 4 ilə toqquşan yoxdur. 2 ilə toqquşan yoxdur. Bu 2 ilə toqquşan var. Bunu qara eləyirik. Aşağıdan sətr üzrə də yoxdur. Bu 2-ni qara elədiyimə görə bunun 4 tərəfi ağ olacaq. Bu 4-ü də ağ eləyirəm. Bu 4 ağ olduğuna görə bu 4 qara olacaq. Bu qara olduğuna görə 4 tərəfi ağ olmalıdır qaydasıyla. Bura olur qara. Sonra baxıram görüm başqa nələr var. Burada deməli, məsələn, biri biz ağ eləmişik. Bunun sətr sütunu qara olmalıdır deyə mən buranı qara eləməliyəm. Bunu unutmuşuq. Bu qara olacaq. Bu biri qara elədiyimə görə bunun 4 tərəfi ağ olur. Bu 5 də ağ olacaq. Deməli, mən bu biri, mən bunu qara eləyə bilmərəm. Bunu qara eləsəm gördüyünüz kimi buradan yol kəsilir. 2, 4, 2, 1 ardıcıllığından yol kəsilir. Bu qaralar yolu kəsir. Bu ağlar heç ara çıxa bilmir. Ona görə bu mütləq ağ olmalıdır. Bunu ağ elədim. Bu biri ağ elədiyimə görə bu bir qara olacaq. Bu biri qara elədim. Aha, bunun 4 tərəfi ağ olacaq. Buranı da ağ elədik. Burada yuxarıda verilən biri mən qara eləsəm, buradan yol kəsilir. Ağların yolu kəsilir. Ona görə bu ağ olacaqdır. Sonra burada 6'lar qaldı. İndi mən bunların içərisindən bu 6-nı qara eləsəm, bunlar 2-nin yolunu kəsəcəkdir, ağ 2-nin. Ona görə bu ağ olmalıdır. Bu 6 ağ olduğuna görə bu da qara olmalıdır. Bitirdik bütün xanaları ya ağ ya qara elədik. İndi yoxlamalısan nəyi? Bayaq o yol kəsmək məsələsi var idi o ağın. İndi onu mən çəkib göstərirəm. Onlar necə olacaq? Deməli bax gördüyünüz kimi bunların hamısından bir-birinə yol gedir. Şaquli və üfüqi formada. Hardan istəsən, hansı ağ rəqəmdən istəsən, hansını istəsən, xəttlə çəkib, yəni bir yol apara bilərsən. Bu belə olmalıdır. Bunu yoxladım. Burada bir problem yoxdur ki. Bir də yoxlayıram sətr sütun üzrə ağlardan bir dənə olsun. Hər bir sətri, hər bir sütunu yoxlayıram. 3, 1, 2, 6, 4 burada yoxdur. 2, 4, 6, 3 burada yoxdur. 3, 4, 6, 2 burada yoxdur. 5, 4, 2, 6 burada da yoxdur. 1, 2, 5, 4, 6 yoxdur. 1, 2, 4, 5 burada da yoxdur. Sətirləri yoxladım. Sütunları da yoxlayıram. 2, 3, 4, 6, 3, 4, 5, 2, 1, 6, 4, 5, 2, 2, 6, 4, 5, 1, 4, 2, 3, 6, 4, 2, 6, 1. Yoxladım. Burada da heç bir problem yoxdur. Toqquşma. Deməli düzdür. Baxın təqdim eləyək. Gördüyünüz kimi cədvəlimiz tamamilə düzdür. Heç bir problem yoxdur. Belə, bu qədər. Sağ olun. Təşəkkür edirəm.